Salam yoldaşlar. Qəbul suallarına baxmağa davam edirik. 2000-ci ilin birinci qrup suallarına baxdım. İndi keçirəm dördüncü qrupun suallarına baxmağa və başlayırıq. Variant A birinci sual. Təxəmməs blok vasitəsilə M kütləli cismi şaquli yuxarı yönəlmiş A təzindən qaldırıldıqda dartı qüvvəsi hansı ifadə ilə təyin olunur? Təxəmməs blok qüvvədə qazanc vermir və şaquli yuxarı yönəlmiş A təzindən qaldırdıqda ifadəmiz olacaq M J plus A. Yəni normalda MJ-dir. Yuxarı yönəlmiş A təzyiqlə qaldırdıqda MJ plus A olur. Cavabımız olacaq bir də C variantı. 2. MV maksimal kvadratı bölü 2 çıxılsın F kvadratı bölü 2K ifadəsi hansı kəmiyyəti bizə verir? MV kvadratı bölü 2 nəyin üstüdür? Kinetik enerjinin və maksimal qiymət olduqda bu kinetik enerjinin maksimal qiyməti deməkdir. Kinetik enerjinin maksimal qiyməti və yaxud potensial enerjinin maksimal qiyməti enerji maksimal olduqda bu tam enerjiyə bərabər olur. Deməli, bu ifadə tam enerjini verir bizə. Və tam enerjidən F kvadratı bölü 2 K-nı, yəni potensial enerjini çıxanda yerdə qalır kinetik enerji. Kinetik enerjinin ani qiyməti 2-də cavabımız olacaq B variantı. 3. Maddi nöqtə radiusu 1 metr olan çevrə üzrə 6 metr bölü saniyə sürətlə hərəkət edir. Nöqtənin fırlanma periyodunun deyir hesabı. Sürətin ifadəsi V bərabər 2 pi r bölünsün T-dir. Buradan periyodu tapanda T bərabər olacaq 2 pi r bölünsün V. Qiymətləri yerine qoysaq 2, pi-si 3, r neçədir? 1 metr, radiusu 1-dir. Sürətin də qiyməti 6-dır. 6 altına aparar qalar 1. Deməli, periyodun qiyməti 1 saniyədir. İşte cavabımız olacaq C variantı. 4. Bir-birinə paralel qoymuş iki turmalin kristalının oxlar arasındakı bucağı 35 dərəcə artırdıqda bu sistemdən keçən işığın intensivliyi sıfıra qədər azalır. Oxlar arasındakı bucağın əvvəlki qiyməti nə qədərdir? Əgər bucaq 90 dərəcədirsə, artıq buradan işıq keçmir, yəni işığın intensivliyi sıfıra qədər azalır və 90 dərəcə olubsa bucaq, əvvəlki bucaq 55 dərəcədirsə, 55 dərəcənin üzərinə 35 dərəcə gəldikdə, yəni 35 dərəcə qiymət artırdıqda oldu neçə? 90 dərəcə. Deməli, 90 dərəcə olduqda artıq işığın intensivliyi sıfıra qədər azalır, artıq buradan işıq keçmir. Yəni cavabımız olacaq 4-də A variantı. Əvvəlcə bucaq 55 dərəcədir, 35 dərəcə artırdı, orada 90 dərəcə və 90 dərəcə olduqda artıq işığın intensivliyi sıfıra qədər azalır. İşıq keçmir. 4-də cavabımız olacaq A variantı. 5. Hansı prosesdə sabit kütləli ideal qaz iş görmür? İş nə zaman görülməz? Həcm sabit qaldıqda. Həcm sabit olduqda iş yoxdur, iş görülmür və həcmin də sabit olduğu proses adlanır izoxor proses, yəni izoxor qızanda və yaxud izoxor soyuyanda hər iki halda ideal qaz iş görməyəcək. Proses izoxor olmalıdır. 6. Sürətin dəyişmə yerini xarakterizə edən kəmiyyət adlanır nə? Sürət dəyişirsə bu nə adlanır? Təcil. Yəni, təcil bərabərdir sürət dəyişməsi bölünsün zamandır. Yəni, sürət dəyişməsini xarakterizə edir təcil. 9. Verilmiş cihazlardan hansı zəif işıq sistemini ölçmək üçün istifadə olunur? Zəif işıq sistemini ölçən cihaz fotorezistordur. 9-cu cavabımız olacaq A variantı. 10. İS ifadəsi hansı fizik əməliyyatı təyin edir? ES bizə verəcək elektromanın şüalanmasının gücünü. I bərabərdir P bölünsün S. Buradan P-ni tapanda, yəni gücü tapanda I vurulsun S. Yəni şüalanma selinin sıxlığını sahaya vuranda bizə verəcək elektromanın şüalanmasının gücünü. Onun da cavabımız olacaq Y variantı. 7. Şəkildəki sarajdakı dəyişən cərəyan şiddətinin zamanla asitə qrafik verilmişdir. Sarajdakı gərginliyin zamanla asitə qrafiki hansıdır? Sarajda gərgin rəqsləri, cərəyan şiddətin rəqslərini fazaca pi bölü 2 qədər qabaqlayır. Yəni pi bölü 2 qədər qabaqlasa pi bölü 2 düşür bura. Bura pi bölü 2-dir. Bura pi-dir. Bura 3 pi bölü 2-dir. Yəni 1.5 pi-dir. Burada 2 pi-dir. Yəni tam periyod. 1, 2, 3, 4 gediş periyod. 2000. İndi pi bölü 2 qədər qabaqlayırsa rəqslər artıq bu nöqtədən başlayacaq. Yəni sıfırdan başlayacaq və aşağı doğru düşəcək. Rəqslər olacaq 7-də A variantı sıfırdan aşağı doğru düşür. Belə davam edir. Cavabımız olacaq 7-də A variantı. Pi bölü 2 qədər cərəyan şiddəti rəqsləri, gərgin rəqsləri, cərəyan şiddəti rəqslərini fazlaca pi bölü 2 qədər qabaqlayır. 7-də cavabımız olacaq A variantı. 11. İşıq şüası sındırma əmsalı 1,6 olan mühitdən ikinci mühitə keçir. İkinci mühitin sındırma əmsalı hansı qiymətində sərhəddə tam daxili qayıtma hadisəsi baş verə bilər? Bunu sırf variantlara uyğun da tapa bilərsiniz. Yəni 1.6 qiymətdirsə,
Görürəm ki, 1.7, 1.9, 1.8, 2 hər biri 1.6-dan böyükdür. C olan qiymət hansıdır? 1.5. Deməli, cavabımız olacaq 11-də B variantı. İkinci mühitin sındırma əmsalı. Bu işıq şüasının sındırma əmsalından kiçik olmalıdır ki, tam daxil qayıtma hadisəsi baş verə bilsin. 12. Bizə deyir ki, kinetik enerjisi 10 vur 10 üstü mənfi 14 joule olan yüklü zərərciyə bir cismani sahəsi tərəfindən 4 voltun 10 üstü mənfi 13 newton Lorentz qüvvəsi təsir edərsə onun cızdığı çevirən radiusunu hesablayın. Kinetik enerjisi var, Lorentz qüvvəsi var və radiusu istəyir bizdə. Lorentz qüvvəsinin belə bir düsturu var. F Lorentz bərabərdir 2 WK bölünsün R. Yəni kinetik enerji və radiusunun ifadəsi budur. Buradan radiusu tapanda radius bərabərdir. Olacaq 2 WK bölünsün F Lorentz. İndi qiymətləri nə qoysaq, R bərabərdir 2. Kinetik enerji qiyməti neçədir? 10 üstü mənfi 14. Böləcəyəm Lorentz qüvvəsinin qiymətini, yəni 4 vur 10 üstü mənfi 13-ə. 2-ni böləcəm 4 olacaq 10-da 5. 10 üstü mənfi 14 böləcəm 10 üstü mənfi 13-ə olacaq 10 üstü mənfi 1. Bizə verəcək 100-də 5. 100-də 5 də metrləndir. Santimetrə çevirsəm 5 santimetr. Yəni 12-də cavabımız olacaq C variantı. 13. Şəkildə 3 naqilin volt amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqamətləri arasında hansı münasibət doğrudur? Ohm qanuna görə I bərabərdir U bölünsün R. Buradan R-i tapanda R bərabərdir U bölünsün I. U bölü bizə nəyə verir? Yəni aşağını yuxarı böləndə bizə verirdi kotangens alfanı və deməli bucağın qiyməti artdıqca kotangens azalacaq və deməli R də azalacaq. Yəni bucaq qiyməti artdıqca R azalar. R3-də bu qədərdir bucaq, R2-də bu qədərdir, R1-də bu qədərdir. Getdikcə bucaq artdığı üçün R3-dən R1-ə doğru getdikcə onda deməli R-in qiyməti nə olacaq? Azalacaq. Yəni bucağı ən kiçik olan R3-də qiymət ən böyükdür, sonra R2-də, sonra da R1-də. Cavabımız olacaq 13-də D variantı. Bucaqla getdik. Kotangens alfa. Bucağın qiyməti artdıqca kotangensin qiyməti azalır. Yəni müqamətin qiyməti azalacaq. Çünki müqamət burada kotangens alfaya bərabərdir. Yəni bucaq getdikcə 3-dən 1-ə doğru getdikcə bucağın qiyməti artdığı üçün müqamətin qiyməti azalmış olacaq. 13-də cavabımız olacaq D variantı. 8. 9 ədəd eyni məftildən hörülmüş trosun çərtdiyi bir məftilin səthindən necə fərqlənir? 9 ədəd eyni məftildən hörülmüş trosun səthiyi bir məftilin səthindən necə fərqlənir? Eyni məftildən hörülübsə səthi ikələri bərabərdir və 9 dənə məftildirsə, deməli bunun sərtliyi bir məftilin sərtliyindən 9 dəfə böyük olmuş olacaq. 8-ci cavabımız olacaq D variantı. 14. Y vur epsilon ifadəsi ilə hansı fiziki əməliyyat təyin edilir? Bu Hooke qanunu ifadəsidir və sigma bərabər Y vurulsun epsilondur. Sigma nədir? Mexaniki gərginlik. 14-də cavabımız olacaq D variantı. Bizim növbəti səhifəmizdə 15. İki zərərcik birinci elektrik sahəsinə daxil olur və qüvvə xəttləri istiqamətində hərəkət edərək tormozlanır. Tormoz yolunun zərərciyin başlanğıc sürətinin asılılığı hansıdır? S tormoz bərabərdir. Düsturumuz V0 kvadratı böl 2A'dır. Burada görürəm ki, tormoz yolu başlanğıc sürətindən necə asılıdır? Düz kvadratik asılıdır. 15-də cavabımız olacaq A variantı. 20. Qrafiklərdən hansı ideal qazın təzyiqinin qaz moleküllərinin orta qaz sürətindən asılılığını ifadə edir? Qazın sıxlığı sabit qaldıqda. Düsturumuz P bərabərdir 3D1 rho V kvadratdır. Yəni görürəm ki, sıxlıq sabit qaldıqda təzyiq sürətdən kvadratik asılı olur. Bu da 20-də cavabımız olacaq D variantı. Həm 15-də A variantı, həm də 20-də D variantı, ikisi də kvadratik asılılıq olur. Keçirik növbəti sualımıza. 16. Bir cismani sahəsi induksiyasını 2 dəfə azaldıb, nəqliyyatdan axan cərəyan şiddətini 4 dəfə artırdıqda verilmiş nəqliyyat təsirinin amper qüvvəsi necə dəyişir? Amper qüvvəsinin ifadəsi IBL-dir. Sinusdur, amma burada perpendicular yerləşdiyi üçün sinus qiyməti 1-ə bərabərdir. Yazma ehtiyac yoxdur. Görürəm ki, induksiya 2 dəfə azalanda Lorentz qüvvəsi amper qüvvəsi 2 dəfə azalar. Cərəyan şiddətini 4 dəfə artırdıqda isə amper qüvvəsinin qiyməti 4 dəfə artar. Onda
Əvvəlcə qüvvəni 2-yə bölüb, sonra 4 dəfə artırıb da vursaq 4-ə olacaq 2F. Yəni qiymət 2 dəfə artmış olacaq. 16 cavabımız olacaq C variantı. 21. Col vurulsun saniyə bölünsün metr ifadəsi hansı fizik qəmiyyətin vahidindən uyğundur? Col bölünsün saniyə. Colun yerinə açılışını yazsaq, əsas ifadə ifadə eləsək, col kiloqram vur metr kvadrat bölü saniyə kvadratdır. Bunu buradan yazaq. Kiloqram vur metr kvadrat bölü saniyə kvadrat coldur. Bunu saniyə vurub metrə böləndə olacaq nə? Olacaq kiloqram vur metr bölünsün saniyə. Bu da nəyin vahididir? İmpulsun vahidi. 21-də cavabımız olacaq B variantı. Ya da belə deyə bilərsiniz. Joule Newton vur metrdir. Bunu saniyə vurub metrə böləndə metrlər gedir ixtisar qalır Newton vur saniyə. Yəni qüvvə vurulsun zaman. Qüvvə vurur zaman bizə nə verir? Qüvvə impulsunu. Yəni impulsu. Belə də baxa bilərsiniz. 22 ulduzdur. Yəni yazmırıq. Problem var. 17. Joule bölünsün amper kvadrat ifadəsi hansı fizik qəmiyyətin vahidinə uyğundur? Joule enerji amperdə cərəyan şiddəti, yəni I kvadratı yazsaq, enerjinin belə bir ifadəsi var. L kvadratı bölünsün 2. Buradan L tapanda 2W bölünsün I kvadrat. Əmsalla vahid açılışlarına ehtiyac yoxdur. W bölünsün I kvadrat, W bölünsün I kvadrat. Eyni şey gəldimi? Gəldi. Deməli, cavabımız olacaq induktivlik L. 17 cavabımız olacaq Y variantı. 18. Maye səthində üzən cismin həcminin 1/4-i mayeyə batır. Həmin cismin həcminin hansı hissəsi sıxlığı 2 dəfə çox olan digər mayeyə batar? Deməli, batan hissə tapanda cismin sıxlığını bölürük mayenin sıxlığına. Əgər əvvəlcə 1/4 batırsa və bu zaman mayenin sıxlığı 2 dəfə çoxdursa, mayenin sıxlığı artanda batan hissə nə olur? Azalır. Əvvəl 1/4-dirsə, indi mayenin sıxlığı 2 dəfə artdısa, deməli batan hissə 2 dəfə azalacaq. Yəni 1/4 təzədən 2-yə bölsəm, 2 dəfə azaldı qiymət, olacaq 8/1. Deməli, artıq 8/1 batmış olacaq. 18-də cavabımız olacaq B variantı. Mayenin sıxlığı artdıqca batan hissə azalır. Əvvəl 1/4 batırsa və mayenin sıxlığı 2 dəfə çoxalıbsa, deməli artıq batan hissə 2 dəfə azalacaq. 1/4 böləcəm 2-yə, cavab eləyəcək 8/1. Yəni B variantı. Sonra 23. Hansı qrafik qapalı konturda yanan öz-özünə induksiya həqiqətinin modulunun cərəyan şiddətinin dəyişmə sürətindən asılılığını ifadə edir? Burada yoldaşlar, düsturumuz EG bərabər mənfi L delta I bölünsün delta T'dir. Yəni delta I böl delta T'dən modulu, mənfi nəzərə alınır, modulu düz mütənsib asılıdır. 23-də cavabımız olacaq A variantı. 19. Şəkildə cismə təsir edən qüvvənin reaksiyasının koordinatı hansı qrafik verilmişdir? 8 metr yolda görülən iş hesabı. Görülən iş A bərabərdir Fs. Yəni hasil olduğu üçün fiqurun sahəsindən tapılır. Bu fiqurun sahəsini tapmaq lazımdır 8 metr yolda. Burada fiqurun sahəsi olacaq nə? Trapesiyadır. S fiqur bərabərdir. Oturacaqların cəmi, yəni aşağı oturacaq 8, yuxarı oturacaq 3-dən 8-ə gəlib. Yəni bu tərəf olub 5. Böləcəm 2, vuracaq hündürlüyə. Hündürlüyə nədir? 0-dan 10-a qalxıb 10. Bu da bizə verəcək 13 vurulsun 5, yəni 65 çox. Cavabımız olacaq 19-da C variantı. Keçin növbəti səhifəmizə. 24. Şaqlı yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün başlanğıc sürətindən hansı qrafiki hansıdır? H maksimal bərabərdir. Bu testdə kvadratik qrafiklər daha çox təşkil edir. H maksimal bərabərdir V0 kvadratı bölünsün 2G. Yenə kvadratik asılılıq. Cavabımız olacaq 24-də Y variantı. 27. Newton vur metr vur farad ifadəsi kök altında hansı fizik qəmiyyətin vahidini olur? Bu testdə yenə vahid açılışları çoxluq təşkil edir. Həm vahid açılışı, həm də vahid sualı, həm də kvadratik qrafiklər bu testdə çoxluq təşkil edir. Bu nə verir bizə? Bu verir kök altında Newton vur metr nədir? Joule vurulsun faraddır. Yəni kök altında enerji vurulsun. Farad nəyin vahididir? Tutumun. Enerjinin belə bir ifadəsi vardı. Q kvadratı bölünsün 2C. Buradan yükü tapanda Q olacaq 2WC. Yəni vahid açışlarında, vahid suallarında
Əmsala baxmaya ehtiyac yoxdur. Enişə gəldimi? Kök altı WC, kök altı WC. Yəni bu bizə nəyə verəcək? Yükü. Cavabımız olacaq 27-də Y variantı. 28. Düz xətt hərəkətdə cismin yerləşmə zaman qrafiki şəkildəki kimidir. Bu cisim üçün sürət sabitdirmi? Bu hərəkət düz xətti bərabər sürətli hərəkətdir. Yəni S bərabərdir VT. Burada sürət sabit olur düz xətti bərabər sürətli hərəkətdə və ona görə də ST-dən düz asılı olur. Deməli, sürət sabitdir ifadəsi doğrudur. Təcil sıfır olur, çünki sürət dəyişmir. Sürət dəyişmirsə, deməli təcil də yoxdur. Çünki təcil sürət dəyişməsi bölünsün zamandır. Və təcil sıfırdır, doğrudur və təcil sıfırdırsa əvəzləyici qüvvə də ma, Newton ikinci qanuna görə və təcil olmadığı üçün elə əvəzləyici qüvvə də sıfırdır. Deməli 1, 2, 3. Deməli hər üçü doğru variantdır. 28-də cavabımız olacaq D variantı. Sonra 25 fotograf zamanı verilmiş katoddan, metaldan qopan elektronların çıxış işini, metalın səthinə düşən işığın tezliyindən asılığını hansı qrafik düzgün ifadə edir? Çıxış işi işığın tezliyindən asılı deyil. 25-də cavabımız olacaq C variantı. 29. Aşağıdakı fizik əməliyyatların aidi beynəlxalq vahdəsinin əsas vahiddir. Hansının vahidi beynəlxalq vahdəsinin əsas vahiddir? Aha. Uzunluğu. Uzunluğun vahidi metrdir və beynəlxalq vahidlər sistemində əsas vahidlərdən biridir. 29-da cavabımız olacaq Y variantı. 26. Gücü P olan rentgen borusu T müddəti ərzində N foton şüalandırır. Şüalanmanın orta dalğa uzunluğu lambdadır. Borunun paydaş əmsalı hansı ifadə ilə təyin edilir? Paydaş əmsalı bərabərdir. N sayda H nu bölünsün PT. Və yaxud bunu daha uzun ifadə eləsəm, n sayda HC bölünsün lambda vurulsun PT. Yəni cavabımız olacaq burada B variantı. 26-da B. Keçək sonuncu sualımız olsa, həcmi 15 metr kub olan otaqda 300 Kelvin temperaturda su buxarının kütləsi 360 qramdır. Havanın nisbi rütubəti 80% olarsa, həmin temperaturda doymuş su buxarının təzyiqini tapın. Deməli, həcmi 15 metr kub. Temperaturu 300 Kelvindir. Su buxarının kütləsi 360 qramdır. Bu kiloqrama çevirsə 360 vur 10 üstü mənfi 3 kiloqramdır. Donmuş su buxarının təzyiqini deyir tapın. Yəni P0 və molar kütlənin qiyməti 18 vurulsun 10 üstü mənfi 3-dür. R də 8-dir. İndi biz nə tapa bilərik buradan? Biz P-ni tapa bilərik. PV bərabər nü RT-dən M bölü MRT-dən Nün yerinə M bölüm yazdım. Burada parsial təzyiqi tapaq. P bərabərdir. MRT bölünsün MV. Qiymətləri yerine qoysaq, kütlənin qiyməti 360 vur 10 üstü. Bunu aşağıdan yazım elə yerləşsin. 360 vur 10 üstü mənfi 3. R8 T 300 molar kütlə neçədir? 18 vur 10 üstü mənfi 3. Həcmi də 15. İxtisallara aparsaq 360-ı bölsə 18-ə qalır 20. Sonra 8-i vursam 300-ə eləyir 2400. 2400 20-yə vuranda eləyir 48 mi? 10 üstü mənfi 10 üstü mənfi aparır. 48 min də bölürük nəyə? 15-ə. 48 min 15-ə böləndə bizə neçə verir? 48 min 15-ə böləndə bizə verir 3200. Deməli, parsial təzyiqim 3200 paskaldır. Bunu kilopaskalın ifadə elədiyi bu olacaq 3,2 kilopaskal. Cavab kilopaskalın ifadə olunur. Yəni, parsial təzyiqim 3,2 kilopaskaldır. İndi nisbi rütubətin düsturu ilə, yəni fi bərabərdir. P bölünsün P0 vurulsun 100%-dən artıq mən P0, yəni doymuş buxarın təzyiqini taparam. Olacaq P vurulsun 100 bölünsün fi. Yəni 3,2 vur 100 bölünsün nə fiyə, yəni 80-ə. Bu da bizə neçə verəcək? 100-ü böləndə 80-ə verir bizə 1,25. Onu da 3,2-yə vuranda bizə verir 4. Yəni 4 kilopaskal. Cavabımız olacaq B variantı. Əvvəlcə PV bərabər nü-RT. Mendeleyev Kaplanın tənliyi. Nü-nün yerinə M bölüm yaza bilərəm. MRT böl M olacaq və buradan təzyiqi tapanda, parsial təzyiqi tapanda P bərabərdir. MRT bölü MV-dir. Qiymətləri yerine qoydum.
və parçala təzyiqin qiymətinin 3,2 kilopascal olduğunu tapdım. Və nisbi ütübətin üslubu nədir? Təzyiqlərin nisbəti vurulsun 100%-dir. Buradan doymuş buxarın təzyiqini, yəni doymuş buxar məxrəcdə olur. Doymuş buxarın təzyiqini tapanda P sıfır bərabər olacaq. P vurulsun 100 bölünsün F. Yəni qiymətləri yerinə qoydum və yekunda qiymətimizi tapdım. 30-da cavabımız oldu B variantı. Bizdə bu qədər yoldaşlar, növbəti izlahlarda görüşənə də özünüzdən müğayət olun.